İnnovativ Damar və Podiatriya Mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esilla Detox çaylarının, 5000 sponsorluğu və Nurayza Collection-ın təşkilatı dəstəyi ilə Çox Ciddi Show başladı. Ekran qarşısında əyləşib bizi izləyən tamaşaçılar, Çox Ciddi Show'ya baxırsınız, Həyat Asvani və əlbəttə ki, mənim dəyərli həmkarım Səməndar Rızayev sizinlə bugün olacaq və bizim dəyərli dostumuz həmçinin DJ-miz DJ Tula! Əhvalım çox gözəldir, maşallah, maşallah. İzləyicilərimizə istəyirəm o pozitiv enerjini ötürək biz bugün. Baxsınlar, belə əhval-ruhiyyələri gözəl olsun. Ondan amma öncə səndən soruşmaq istəyirəm ki, yeni müğənnilərimizdən kimləri tanıyırsan bizim? Ən yeni müğənnilərdən. Mən Bakıda olmuram, mən Ukraynadayam. Oradan xəbərim var, mən buradan xəbərim yoxdur sən deyəm. Yatmışsa filan. Mən yatmışam, xəbərim yoxdur heç nədən. Gəl onda mən sənə deyim, birdən hardasa məclisdə, birdən qarşılaşarsan, söhbət düşər. Sual verərlər mənə ki. Sual verərlər, xəbərin olmaz ki, ay o nə məsələdir, o kimdir, nədir? Deməli belə, məsələn, Şəbnəm Tovuzlu YouTube'da trend mahnılarıyla harada açırsan, baxsan onluğa düşüb. Sonra canım sənsin damla ağlaya-ağlaya, lezvalaya, hətta nə qədər qəlblər dağlayır, gəl görəsən. Sonra canım sənsin sevil-sevinç, əkiz bacılar. Düzdür, hələ onları bir-birinə fərqləndirən olmasa da, dinləyiciləri onların ikisini birdən sevirlər. Söhbəti bağladın sən. Bəylər də Fərhad Xəlif. Fərhad Xəlif? Bəli, bəylərdən Fərhad Xəlif. Bu yay şəhərin ən tıxac vaxtı küçəyə çıxsan, hər maşında onun mahnıları gedir. Gənc qızların sevimlisi, gənc oğlan, hamının da. O qızın gözləri badamı, badamı. Gəl dəvət eləyək. Dəvət eləyək. Fərhad Xəlif. Xəlif! Hoş gördün Fərhad. Sağ hoş gəldin. Buyur, keçərlər. Evimizin ən yüksək hissəsinə. Zirvəsinə. Necəsən, nə var, nə yox? Şükür, çox sağ olun, yaxşıyam. Necə istəyirsən özünüzü? Özümü çox yaxşı, rahat istəyirəm. Yaxşıdır, hər şey aladır. Baxmısan bizim verilişə? Baxmışam, hə. YouTube'da da biraz izlədim. Çünki ən azından bir məlumat toplayayım ki, görüm getdiyim yer haradır, nə verilişi, nə formatı. Çox ciddi şovdur, həqiqətən. Amma adı kimi? İstədim biraz kostyum zadı geyinim, biraz ciddi geyinim, amma yaxşıdır, həqiqətən, əladır. Gördüm. DJ-miz Tural da oradan öz atmacalarından qalmır. Deməli belə, Fərhad, bildiyimiz kimi bu Badamlı Gözlər mahnısıyla, o qızın gözlər badamı, çox, yəni bu mahnı çox, yəni Azərbaycanda sevildi, partladı, partlayış etdi, seçildi. Amma niyə məhz Badamlı Gözlər, digər yox? Niyə Mivanlı Gözlər yox? Bu sualı... Niyə nə bilim? Qıyıq. Ala gözlər yox. Bu sualı çox adam verib, yəni çox televiziyalar verilib. İstədim gözdən yazam. Yəni fikirləşdim ki, ala göz var, sarı göz nə bilim var. Amma badamı göz, yəni çox gec eşitdiyimiz bir sözdür. Yəni ki, filan kəsin gözü badamlıdır. Bilmən yoxdur. Həm də bir xalq mahnısı vardı, ona qulaq asırdım. Biraz da oradan ilhamlandım. O biraz kömək oldu. İnanırdın ki, belə tutuzduracaq mahnı? Açığı yox, inanmırdım. Yəni tam etiraf edim ki, yox. Amma nəsə hiss eləyirdim. Çünki mahnını yazanda studiyada Nail Yusufov var, aranjmanı eləyib. Saxladı ki, bundan xit qoxusu gəlir. Xit qoxusu gəlir özünə. Dedim, yox, qardaşım, yəni bu mahnıdır. Həqiqətən də oldu. Maşallah. Maşallah. Bəs yaxşı, mənə gəlir ki, ən çoxlu sosial şəbəkələrdə də bu paylaşıldı, sevildi bir çox insanların tərəfindən. Yəni sosial şəbəkənin xeyri daha çox oldu ki... Əlbəttə ki, hə. Çünki birinci sosial şəbəkələrdən, yəni belə deyək, o mahnı populyarlaşdı, insanlar video çəkdilər, göndərdilər, nə bilim, mən paylaşdım. Hələ 300-ə qədər, 400-ə qədər videolar oldu ki, mən onları paylaşa bilmədim. Çünki çatdıra bilmirəm, həm də insanları biraz bezdirmək istəmirdim.
Ona görə. Instagramda təzə söhbət var. Müğənnilər onun ifası ilə rəqs edənlərin, onunla bərabər ifa edənlərinin videolarını paylaşım edirlər. Düzündür, bu həqiqətən dinləyicilər tərəfindən şəxsən hazırlanan, yoxsa özləri deyirlər ki, sən Allah belə bir video çək, ver paylaşım. Hə, yəni mən müğənni kiməsə deyik. Hə. Demişəm açıq, amma dostlarıma çox az adam. 3-4. Amma olub. Olub. Hə ki. Burada nə var ki? Hə, olub. Mən də eləmişəm. Amma da həqiqətən. Amma hamıya yazmam belə şey. Bəs yaxşı, paylaşımlara yazılan rəyləri oxuyursunuz? Əvvəl oxuyurdum, indi oxuya bilmirəm. Çünki vaxt olmur. Həm vaxt olmur, həm də ki artıq çox gələndən sonra biraz həm səbir çatmır, həm ona görə. Amma ki bizim bugün bir rəyxana rubrikamız var. Deməli belə, biz 4-5 rəy oxuyacağıq sizə. Siz tapmalısınız ki, bu hansı bir məşhura yazılan, Instagram sosial şəbəkədə yazılan bir rəylərdir. Adı deyilməlidir da, yəni məşhurum yoxsa? Yəni biz oxuyacağıq. Məncə bunu buna yazırlar. Məncə. Belə bir rəy var misal üçün. 1001 xırdavat aləmi yazır. Yeni mallarımız gəldi şok qiymətə. Reklamlar. Bu kimə yaza bilərlər? Hamı yox. Deməli belə. Dəcəl 92 Aliyə yazır. Dəcəl qızlar, haydi profilimə qeybət yapalım. Cicili-micili smalik. Belə bir kənd məhsullarının satışı yazır. Camış qatığı, bildirçin yumurtası, şəki balı, topdan satış bizdə. Bunları kimə yazırlar? Deməli deyən, axıncı qaldı. Humay 91 yazır. Humay 91, görsən kimdə o qız? Heç sevmirəm də kişilər dama-dama kostyum giyinəndə. Bu nədir? Yaraşmır, xarizmanı öldürür. Hə, belə bir komment yazılmışdı mənə. Mən də bir cavab yazdım ki, neydi? Əslində buradakı bütün kommentlər sənə yazılmışdı. O reklamlar. O bezdirib o bəzi Tanıdın hə onu, tanıdın. Profillərin bərpasıdır. Hə, o tanış gəldi, düzdür. Deməli kimə yazılıb bunlar? Hamısı sizə. Sözüm var orada adama yazana. Yazmışdım da ora qeyd eləmişdim. Hə, ki, deyim tərs üçün geyinim. Belə rahatlaşarsan da bəlkə. Bir də ki, bildiyimizə görə siz bütün, yəni ki, mahnıların sözlərini özünüz yazırsınız. Hə, musiqi söz, hamısı özümə aid. Nədən gəlir bu ilham deyərdin? Nədən deyəndə ki, 2001-2002-dən musiqilə məşğul, amma əvvəl raplə məşğul idim, rap janrıyla. Qrupumuz var idi. Kainat adlı qrup vardı, amma belə deyək də, hamısı dağıldı qrup, mən əl çəkmədim. Nə idi qrupun adı? Kainat. Kainat, nə gözəl. Kainat. Nə bilim, yəni, həm də bizim nəsli də biraz aşıq nəslidir. Bəlkə də oradan qaynaqlana bilər. Babam aşıq olur, əmim Qəzəlxan olur. Oradan da qaynaqlana bilər. Yaxşı. Bəs yaxşı. Badamı gözlə qızların bəs sənin ilhamlanmağında yoxdur, rolu. Necə? Badamı gözlü qızların rolu yoxdur sənin bu ilhamlanmağında mahnıda. Sonradan oldu da, yəni. Yazandan sonra oldu. Obraz olaraq fikirləşməmişdim. Ümumiyyətlə, badamı qızlar sənə yazırlar bu mahnıdan sonra. O qədər. Başbəyini aparırlar. Mahnı mənə aiddir. Hər özünkiləşdirir də, şəxsiləşdirir. Mənə deyirəm, sən. Yaxşı, bəs nağıl danışmısan yenə qədər. Nağıllar necədir? O badamı gözlü qızlara nağıl danışmısan? Yox. Nağıl olmuyor. Həm də real olandır. Reallar. Bəs yaxşı, nağıl necədir ümumiyyətlə? Danışmaq. Rap bir adamsan, söz yazan adamsan, danışmağı xoşlayan adamsan. Xoşlayıram, əlbəttə ki, nağıl. Məncə biz oyun var, uzatmayaq da, belə fikirləşsən, nə söhbətdir bu tutan. Nağıl danışmalıyam. Hə, sən nağıl danışmalısan, nağıllar necə başlayır? Biri var idi, biri yox idi. Sən öz hekayələri danışırsan, hansı hekayə etsən, fərq eləmir, necə istəyirsən, uydurma. Mən də sənə burada köməkçi sözlər atacağam. O sözlər istifadə etməlisən o nağılda. Hazır? Hazır mıyız? Başlayaq o zaman. Biri var idi. Biri var idi, biri yox idi. Aha. Səhər tezdən durdum. Lənkəranlı dostumuz vardı, dəvəquşu gətirmişdi. Aha. Və belə deyək də, biraz soruşdum ki, bu nədir qardaş? Yəni ki, bu nə üçün gətirmirsən? O mənə dedi ki, baş gizəllənməsi, ürək bulanması na xeyirdir. Dedim, qardaş, bunun nəyi? Dedi, bəs yumurtası. Ola bilərdir. Hava da istiydi, küləkli idi, amma külək birdən-birə dayandı mənim bu sözümə görə. Çox yaxşı nağıldır. Belə nağıl olur. Olur. Yerləşirdik, harası sakit okeanın kənarındaydı bizim o qaldığımız yer. Dostum ilə söhbət edirdi. Yaxşı deyib, atalar babur yerdə yaxşı deyib ki, deyir, 1-2 bizimki.
Sonra oradan bir nəfərə gözü tutaşdı, faytonla gedirdi. Faytonçu və svetofor da vardı. İşıqfor qırmızı idi. Amma o dayandı. Ona baxmayaraq dayandı. Ona görə də maşını yavaş-yavaş sürün. Fayton hara, maşın hara. Bu yəni tövsiyədir ki, maşını həqiqətən yavaş-yavaş sürün. Sonra başımı qaldırmışdım ki, dostuma deyim ki, qardaş, söndür, yandır, düzələcək. Dedi, nəyi? Müvəqqəti narazılığa görə 1 milyon istəyirəm. Dostuma dedim. Dəvəquşdan hara gəldi. Dedi, qardaş, üstümdə biri Yapon idi. Dostumun yanında gələn var idi, o Yapon idi. Ona görə də banan yemək lazımdır. Çünki dəvəquşun yumurtası, banan, bunlar çox xeyirdir. Həqiqətən canı xeyirdir, proteindir. Mənə qardaş nömrəsini verdi. 443, 3443. Dedim, bəs nəyə görədir bu? Və qayıtdı ki, bəs göydən dəvəquşu yumurtası düşdü. Bravo. Esila detoks çaylarıyla artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esila detoks çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, biber ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə 1 stəkan suya qarışdırılaraq içilir. Esila detoks çaylarıyla sağlam həyat yaşayın. Növbəti dostumuz isə Epilife Tibbi Estetik Mərkəzidir. Epilife Tibbi Estetik Mərkəzi öz professional komandası ilə müxtəlif yaşda olan xanımların yolunu gözləyir. Əldən çox prosedur mövcuddur ki, siz öz gözəlliyinizə qovuşa biləcəksiniz. Epilife Tibbi Estetik Mərkəzdə üz liftingi, müxtəlif növ peelinglər, ultrasəslə lazer epilyasiyası, üz aval və ya başqa formada korreksiya edilməsi, dərinin dartılması, üz dərisinin hətta cavanlaşdırılması belə var. Cavanlığın və gözəlliyin tək ünvanı Epilife Tibbi Estetik Mərkəzi. Varikoz genişlənməyə və ağrılara son İnnovativ Damar və Podiatra Mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik arterial və venoz yaraları, yataq yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində ağrısız və qansız bütün xəstəliklərdən azad olacaqsınız. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daim yenilənən İnnovativ Damar və Podiatra Mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə fərdi yanaşılır. Bütün xəstəliklərin dəqiq diaqnozu ilə müalicəsi aparılır. Esila detoks çaylarıyla artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esila detoks çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, biber ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə 1 stəkan suya qarışdırılaraq içilir. Esila detoks çaylarıyla sağlam həyat yaşayın. Epilife Tibbi Estetik Mərkəzi öz professional komandası ilə sizin gözəlliyinizin və sağlamlığınızın qayğısına qalır. Ən son kosmetoloji avadanlıqlarla üzün dərisinin cavanlaşdırılması, dərinin dartılması, üzün aval və ya başqa formada koordinasiya edilməsi, müxtəlif peelinglər, ultrasəsli lazer epilyasiyası kimi prosedurlar həyata keçirilir. Epilife Tibbi Estetik Mərkəz. Sağlamlığınızı və gözəlliyinizi bizə etibar edin. Azərbaycan Bodybuilding və Fitness Federasiyası Beşçim İdman Klubu sizi sağlam yaşam tərzinə dəvət edir. Məşqçimiz Kənan Cəllovun nəzarəti altında qrup şəklində məşqlər, fərdi məşqlər, düzgün qidalanma, qısa zamanda arzu etdiyiniz bədən quruluşuna nail olmaq istəyirsinizsə,
O zaman özünüzü bizim peşəkar məşqçilərə həvalə edin. Beşçin, Azərbaycanda bodybuilding və fitnessin tarixini qoymuş məkan. Mənim tələbələrim kimi sağlam həyat tərzi, düzgün qidalanmağın nə olduğunu biz sizə burada anlatacağıq. Esilla Detoks çayı bütün qida əsaslı vitaminlərinizi əvəz eləyir. Vücudunuz zəif düşmür, aclıq hissinə və yuxusuzluğa son qoyur. Esilla çayı bədəninizin yağ yanma prosesini sürətləndirir və vücudunuzu artıq kilolardan azad eləyir. İstifadə üçün uyğun olan bəzi əlavələrlə tamamlanıb və Almaniya Səhiyyə Nazirliyi tərəfindən yoxlanılaraq təsdiq edilib. Esilla, artıq çəkiyə son. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daimə yenilənən İnnovativ Damar və Pediatriya Mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə individual yanaşılır. İnnovativ Damar və Pediatriya Mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik, arterial və venoz yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində qansız və ağrısız şəkildə xəstəliklərdən azad olacaqsınız. DJ Tural bizimlədir dostlar. Siz ciddi şoya baxırsınız. Bizim şeir söhbətimizə gəlmişkən, mən istəyirəm ki, Fərhad bəy bir dənə gözəl bizə bir şeir desin. Bir az dedi ki, şeir yadında qalmır, sən də yapışmısan ki, şeirlə. Öz şeirlərindən Nərmən Həsən yadında qalan şeirlər. Yadında qalanlar. Hə, bir gözəl şairimiz var, bizim böyük şairimiz Nərmən Həsənzadənin. Ümumiyyətlə həmişə izləyirəm onu. Onun bir şeiri var, nə qəribədir, çox xoşuma gəlir. İndi yadında qalanı deyərəm. Aha, gəlsin. Ben qəmli musiqi olaraq. Bir dənə qəmli. Onsuz olmur axı. Səni dostlarımla, tanışlarımla mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla deyirlər tanış ol, nə qəribədir. Elə dayanırsam, elə baxırsam, elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan elə bil hardasa mən olmamışam. Belə də olurdu. Safət verir. Yaxşıdır. Bəsdir. Yaxşı, əla, əla. Çox gözəl sözlər var deyərdim. Sistə qaqaşımızda yəni ki. Qısa və lakonik, konkret. Bəli. Aha, bu nədir görəsən? Gözüm su içmişsən. Gözün su içmiyor, gözün bağlı olacaq sənin. İçməsin su gözün. Hə, onu görə deyirəm. Gözün su içməyəcək, amma yemək yiyəcəksən, dada baxacaqsan. Ağzının dadı necədir? Bilirsən yoxsa yox? Yemək necədir ümumiyyətlə? Yaxşıdır, pişirə də bilirəm, yaxşıdır yemək. O, nə gözəl. Yemək pişirə bilirsən, bax. Və biz sənin gözləri bağ veririk. Həyat xanım sən başlayır. Baxma olan nə yeməyidir, yoxsa? Yox, axırda baxacaqsan nə yeməyidir. Həyat gözlərini bağla. Mən saçı dağıtmayayım. Yoxdur. Sən deyirsən saç dağıtmayayım, o gözləri onu taxanda aşağıdan baxırlar. Yox, mən cəvəcəm də. Bir şey deyim, yemək hara qoyulacaq ki? Mən gətirəcəm. Neysə qarşı allergiyanız var. Birinci onu soruşum. Gələ gözün bağlayan kimi sual versin. Nədir o da gəl? Neysə qarşı allergiyanız Tikan var. zad deyil o zaman. Kaktus zad deyilsin. Yox. Kaktus yoxdur, amma gvazdiqa süpü var orada. Özəlimdə sizi tikanlaya bilmərəm. Yaxşı. Allergiya yoxdur da heç bir şeyə qarşı. Yemək, tərəvəz, meyvə, başqa. Gözümü çıxardarsan indi. Gizikana var elə. Gicikdən. Aha, başlayaq. Ona deməli belə. Aha. Mən biraz yaxın gəlim. Çox yaxın istəyirsən özün. Yavaş-yavaş gözlə. O çəngəllə götürülən şey deyil, əllə. Mən götürsəm nə yersən? Yox, doğrudan da gör. Mən dediyimi eləyəm. Yəni sən bir daha sübut edəcəksən ki, insan meymundan əmələ gəlib. Onu sən bilərsən. Hazır mısınız? Olar mən birazdan gəlim. Hadi, hazırım.
Elə bir 78-in çaxırıdı belə fırladı. Ay. Olur. Bu nədir babu? Babu nədir? Suxarik. Suxarikdir. Bəli. Növbəti. Dalayıza başqa şeylər gəlir. Kartof. Bayağı sənin arasında görünüyor. Mayonez var mı? Kartofdur. Aha, növbətliyə keçək. O toyda elləri çəkilir. Yox, ayıbım var. Dadına bax. Halaldır bu, saçqadır. Halal nemət bildirək. Səsiska, bəli, özüdür ki var. Axırda nəsə maraqlı bir şey gələcək. Keçim növbətiyə. Mickey Mouse-da olmasız olmaz. Bu ananas kebabıdır. Nə yaxşır? Budma. Elə bir ki, kartofla şeyin qarışığıdır, amma... Nə bilim, nəsə... O bəlkə o yediyin kartofdan sonra belə verir. Onu qoy buraya. Nə yaxşadır? Valla, belə şey yeməmişəm mən. Yaxşı, belə ki, iyi niyəsən, iylə biləsən. Bax, bu da ver. Bu bitki dadı, gül zadı, nəsə. Bu iyi tanış gəlmir. Vazdika supu. Yox, tanış gəlmədi. Nə bilim. Gəlir axı. İyi gəlir, amma yəni bilmədim nədir. Tamdan da bilmədi. Yox, tamı var idi, geç. Deməli, onda... O birisi qaldı. O birisinə keçeyim, o sonda... Birini tapmadıq. Oyda, bu nədir belə? Nə yaxşı? Nə bilim, ət... Yəni, biraz. Ətin iyisi gəlir. Əl vurma. Xurma deyirsən? Yox. Şokolad. Bəli. Şokolad, hə, deyirəm də. Aça bilərsən gözlərini. O, sən... Göbəli. Göbəli. O gözüküyor. Deməli belə, ilk sualım belə olacaq. Keçək biraz şərqi dillərinə, keçmiş illərə qayıdaq. Məktəb vaxtı necə olmuşsunuz? Oxumaqla aranız necə oldu? Yəni, gücdə oxumamışım açıq. Əsas fikir vermişəm bu ədəbiyyat, bu fənlər üzrə. İmla yazmışsınız da. Yazmışam. Necə çatdıra bilirdiniz özünüzü? Düz yazırdınız sizə deyilənləri. Düz də olurdu, səhv də olurdu. Bu yoxma yazırdım. Bizim belə bir oyunumuz var. İmla rubrikası. Amma yox, biz başqası yoxlayacaq. Sən qayda işləyirsən. Bəli, deməli, bizim DJ Toral sizin qulaqlarınızı qulaqcıq taxır. Orada musiqini yandırır. Səsini pov verir. Lor dildə etsək. Siz bizə eşitmirsiniz. Amma biz buradan imla oxuyuruq. Siz bizim dolaqlarınızdan tapmalısınız nə deyir? Həmin sözü deməliyəm. Həmin də olması oxşarlı. Nə başa düşürsünüz? Başa düşdüyümü deyəcəm. Hazırsınız? Hazırıq. Onda DJ Toralamızın yanına. Onda yerimizdə eşək. Yerimizdə eşək. Siz ora, biz buraya. Danış. Eşitirsən? Az eşitirəm, zəif. Məktəb illəri. Məktəb illəri. Az eşitirəm, az eşitirəm. O bildim. Eşitmirsən? Eşitməmişəm. Başlayırıq. Hazırsan? Deməli belə. Bir kişi ilə bir arvad var imiş. Bir arvad var imiş. Arvad varmış. Var imiş. Arvadın adı
Arvadın adı. Arvadın adı. Oo. Bu nə addır? Hillim. Hillilim. Mən dilimə yatmadı. Hillilim. 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 İlim. İlim. Kişinin adı. Kişinin adı. Kişinin Şanlı. Şanlı. Gülülüm imiş. Gülülüm. Gülülüm imiş. Tutturmuş. Tutturmuş. Kişinin adı Şanlı. Arvadın adı Şanlı, kişinin adı tutturmuş. Bunların aman zaman gözlərinin Gözləri. işığı bircə qızı var imiş. İşığı Şişib. bircə qızı var imiş. Bir şansı var imiş. Bir şansı var imiş. Bunların aman. Qızların yaz. Gəlin köçürüblərmiş. Dəli. Dəli yaz. Köçürüblərmiş. Qızı gəlmiş. Dəli qızı gəlmiş. Amma çoxdanıymış ki Toydan çıxmışdı. Amma toydan çıxmışdı. Qardaşın iş lap çətindir. Ondan xəbərləri yox imiş. Onlar Xəbərləri yox imiş. xəbərlər Yox imiş. ox imiş. Qızın dədəsi tələsi bir gün arvada deyir. Bir gün arvada deyir. Sevir. Yaz. Deməli belə. Fərhad. Bu mən demişəm bu sözləri yoxsa? Bunu sən demişəm, amma həyat dediyin Yadda qalmayıb, başqa söhbətlər olmalı. Nə bilim, mən təxmini deyirəm, yəni. Deməli belə, bizim balaca bir hekayəmiz belədir. Bir kişi ilə bir arvad var imiş. Bir kişi, bir arvad varmış. Arvadın adı Hillilim. Arvadın adı Şanlı. Kişinin adı Gülülüm imiş. Kişinin adı Tutuzdurmuş. Bunlar aman zaman gözlərinin işığı bircə qızları var imiş. Bunların ama şişib. Qızlarını gəlin köçürüblərmiş. Bir şansı var imiş. Amma çoxdan imiş. Qızların dəli qızı gəlmiş. Ondan xəbərləri yox imiş. Amma toylardan çıxmış. Qızın dədəsi bir gün... Ya, onların xəbərsiz ox imiş. Ox imiş. Deməli, onlardan xəbəri yox imiş, onların xəbəri ox imiş. Ay, so. Amma toydan çıxmışdı, ondan xəbəri ox imiş. Qızın dədəsi və bir gün gəlir, arvadına deyir. Qızın tələsi bir gün gəlir. Nə deyir, amma bilinmir, nə deyir. Belə nağıl olar. Bunun şəklini çəkib Instagrama qoyarsın. Buna şeir çıxar. Buna ayrıca mahnı yazırsan. Şeir çıxa bilər buna, mahnı şeir. Belə nağıl olar. Fərhad, çox gözəl bir mahnı deyərdim, mahnı sözləri, ondan düşünmək olar. Nəzərimdədir. Mahnı demişkən, bizim estradadan kimlərə qulaq asırsınız? Estradadan Röyə qulaq asıram. Aha. Sevdil Əkbərzadiyyə. Aha. Yəni, çoxluq təşkil eləmir. Hansı demək olar ki, bu. Az demək olar. Pəs onların mahnıları tərsinə səslənsə tapa bilərsən. Necə? Tərsinə, Weber's proqramı ilə. Hə, o maraqlıdır. Yoxlayaq da, varsa. Yoxlayaq. Bəli. Rubrikamız adına təsəvvür alaq. Tural, oradan mahnılar gəlsin. Faiq Ağayev mansın. Faiq Ağayev, tamamilə doğrudur. Əldə bir qədər şərab səni əvəz edər,
Həsrəti xatirələr səni əvəz eləmir. Şəkillərdən baxışım. Qəşəng var. Malala. Malala, yaxşı. Digər mahnı. Orada yaxşı yoxdur o. Oyda. Mir Yusif. Mir Yusif. Sözüne inan, bala sözüne inan. Sözümde ne kuş var ne de yılan. Sözüne inan bala. Sözüne inan. Növbəti mahnım. Növbəti mahnımız gəlsin. Ramin Abran değil mi? Yox. Bilmədim. Rauf mənfi 40 dərəcə. Amma başqa mahnısı. Bildik amma mahnı. Hesabımız olmuyor. Rauf mənfi 40 dərəcə onun ləqəb kimi gelir artıq. Dım 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 dım. Sözleri bana çatlar. Ver gelsin ya, bu nedir? Röya. Röya. Röya mahnısını tapdı. Sonuncu mahnı gelsin. Sonuncu mahnı bu. Və ən sonuncu mahnı. Tünzalə xanım. Tünzalə. Tünzalə Ağayeva, eşkimi sənə hədiyyə göndərdim. Yəva, süper. Bir də Rauf'un mahnısını tapmadı da, düzdür. O bəlkə 40 dərəcə olsun tapa bilərdim. 40 dərəcəsi tapa bilərdi, başqa mahnıydı da. Səs təyin mən yapalım. Bəli, özlükü var. Esila detoks çaylarıyla artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esila detoks çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, biber ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə bir stəkan suya qarışdırılaraq içilir. Esila detoks çaylarıyla sağlam həyat yaşayın. Növbəti dostumuz isə Epilife Tibbi Estetik Mərkəzidir. Epilife Tibbi Estetik Mərkəzi öz professional komandası ilə müxtəlif yaşda olan xanımların yolunu gözləyir. Əldən çox prosedur mövcuddur ki, siz öz gözəlliyinizə qovuşa biləcəksiniz. Epilife Tibbi Estetik Mərkəzdə üz liftingi, müxtəlif növ peelinglər, ultrasəslə lazer epilyasiyası, üz aval və ya başqa formada korreksiya edilməsi, dərinin dartılması, üz dərisinin hətta cavanlaşdırılması belə var. Cavanlığın və gözəlliyin tək ünvanı Epilife Tibbi Estetik Mərkəzi. Varikoz genişlənməyə və ağrılara son İnnovativ Damar və Podiatra Mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik arterial və venoz yaraları, yataq yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində ağrısız və qansız bütün xəstəliklərdən azad olacaqsınız. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daim yenilənən İnnovativ Damar və Podiatra Mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə fərdi yanaşılır. Bütün xəstəliklərin dəqiq diaqnozu ilə müalicəsi aparılır. Esila detoks çaylarıyla artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esila detoks çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, biber ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə bir stəkan suya qarışdırılaraq içilir. Esila detoks çaylarıyla sağlam həyat yaşayın.
Mərkəzi öz professional komandası ilə sizin gözəlliyinizin və sağlamlığınızın qayğısına qalır. Ən son kosmetoloji avadanlıqlarla üzün dərisinin cavanlaşdırılması, dərinin dartılması, üzün oval və ya başqa formada koordinasiya edilməsi, müxtəlif peelinglər, ultrasəsli lazer epilyasiyası kimi prosedurlar həyata keçirilir. Epilife Tibbi Estetik Mərkəz. Sağlamlığınızı və gözəlliyinizi bizə etibar edin. Azərbaycan Bodybuilding və Fitness Federasiyası 5 Çin İdman Klubu sizi sağlam yaşam tərzinə dəvət edir. Məşqçimiz Kənan Cəllovun nəzarəti altında qrup şəklində məşqlər, fərdi məşqlər, düzgün qidalanma, qısa zamanda arzu etdiyiniz bədən quruluşuna nail olmaq istəyirsinizsə, o zaman özünüzü bizim peşəkar məşqçilərə həvalə edin. Çin, Azərbaycanda bodybuilding və fitnessin tarixini qoymuş məkan. Mənim tələbələrim kimi sağlam həyat tərzi, düzgün qidalanmağın nə olduğunu biz sizə burada anlatacağıq. Esilla Detoks çayı bütün qida əsaslı vitaminlərinizi əvəz eləyir. Vücudunuz zəif düşmür, aclıq hissinə və yuxusuzluğa son qoyur. Esilla çayı bədəninizin yağ yanma prosesini sürətləndirir və vücudunuzu artıq kilolardan azad eləyir. İstifadə üçün uyğun olan bəzi əlavələrlə tamamlanıb və Almaniya Səhiyyə Nazirliyi tərəfindən yoxlanılaraq təsdiq edilib. Esilla, artıq çəkiyə son. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daimə yenilənən İnnovativ Damar və Pediatriya Mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə individual yanaşılır. İnnovativ Damar və Pediatriya Mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik, arterial və venoz yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində qansız və ağrısız şəkildə xəstəliklərdən azad olacaqsınız. Redaktorlarımızın hədiyəsi var. Redaktorlarımızın hədiyəsi var. Qardaşım, heç hədiyyə yoxşamıram. Hədiyəsi var redaktorlarımızın. Amma mən sənə 5 manat təklif edirəm, açmayaq bu. Açma. Yox, açaq. Priz studio. Mən sənə 10 manat verirəm, açmayaq. Yox, açaq. Məncə açmayaq. Yox, açaq. Məsləhətçi olsaydı, deyərdim, aç. Məndən sənə məsləhətçiyə çatmaz. Hədiyyə etsə böyük kiçik olmaz, problem yoxdur. Onda söz verirsən ki, bunun içindəki haqqında mahnı yazacaqsan bizə. Ən azından bunun içindəkinin gözləri haqqında mahnı yazacaqsan bizə. Xamyak saatda 100%. Yox, xamyakı belə eləmək olmur. Fırçılar. Beləsi belə olur, idmanslar olur. Yox, demək idmansız da eləmə. Sənə arzu eləyəm yatasan, oyanasan ki, bunun içindəsən də belə. Doğru da. O içindəkini görəndən sonra mən sən ürək sözlərimi deyəcəm. Mən də bilmirəm nədir onun içində. Açaq qardaşım, açaq. Gəl mən sənə 50 manat verim, açmayaq. Deyən götürüb çıxıb geri. Yox, açaq, açaq. Özü istəyir də bu haqda mahnı yazsın, həs tamaşaçı var. Yəni söz verib. Çalışdığım qədər yazaram. Prime time kəsib bunu verin soram. Söz verildi ki, bu haqda mahnı olacaq. Özüm açıram. Sən hara, sən yazaq. Mən baxım da içindəkinə. Mən baxım da. Gör bilmirsən orada nə var bizdə setkada kulokda. Yox, görməmişəm. Sən maşınla alıb gətirirlər onun hamısını bura. Nə maşınla alıb gətirirlər? Yox, burada. Əli əsiri səməndərində ver qutu. Nə bu? İyi gəldi. Balıq, yazmaq olar əslən balığa. Balıq okunur, balıq gözlü qızlar okunur. Balıq gözlü. Balıq gözlü. Balıq. Balıq niyə? Kilkə. Eləmək olar. O an işte səməndə əlimiz. Ya bu verilişdə ancaq məndən, səndən ciddi şey gözləyirlər. Yox, mən hədiyyəni mən vermirəm ki, sən gətirsən hədiyyəni əlində belə
Sən gördün dünən necə verən redaktor ki, sabah Fərhad gələcək, ona balığı hədiyyə verəcək. O mən demişəm. Gəl su içələ. Daha belə. Balığa yaxşı nə mahnı yazmaq olar? Əslində yazmaq olar, yəni biraz kreativ tərəfdən yaxınlaşıb yazmaq olar. Balıq. Balıq gözlüm mənim. Göz yox da, yəni gözə aid yox məsəl üçün. Sən dediyi Vaynerlər yazar. Supersi kimi də obraz verə bilərsən. O elə bir obraz da verilə bilər. Sən Vaynerlər yazar elə mahnı. Mən eşitməmişəm, sən bilərsən. Sən eşitməmişsən, o milyonlarla baxışırsan. Neysə, gəldik çıxdıq proqramımızın sonuna, əziz izləyicilərimiz. Fərhadla çox maraqlı bir proqram keçdi deyərdim. Fərhad, biz istəməzdik ki, verilişimizin müddəti bu qədərdir. İstəyərik daha da çox sizinlə söhbət edək və oyunlar keçirdək. Maraqlıydı. Sizin fikirləriniz son olaraq alaq. İlk növbədə çox sağ olun dəvətiniz üçün. Amma doğrudan deyirəm, tam səmimi deyirəm, həqiqətən. Özümü çox rahat hiss edim, bir də pozitiv hiss elədim. Onlar arzu edirəm. Əsas odur. Ümumiyyətlə, başda rəhbərimiz olmaq şərtlə sizin hər bir komandaya çox sağ olun. Doğrudan yaxşıdır. Yəni reytinqli olsun. İnanıram ki, olacaqdır. İnşallah. Çox sağ ol. Ən sonda əlbəttə ki, verilişimizi Fərhadın gözəl bir musiqisi ilə bitirəcək. Amma ondan da öncə təşəkkürlərimiz var bizim. Əziz izləyicilərimiz, bizimlə bağlı ən son xəbərləri Prime Time azda izləyə bilərsiniz. İnformasiya dəstəyimiz Prime Time azdır. Təşəkkürlərimizi bildiririk. Fərhad əslində içindən qorxmadı burada. Hər şey tapdı deyərdim və hətta ona görə ən son deyərdim ki, Fərhadla bağlı xəbərləri izləyə bilərsiniz Prime Time-azda. Ondan sonra bizim verilişimizi bu cür gözəl bəzədildiyinə görə Nuraza Collection-a dərin minnətdarlığımı bildirirəm həmçinin. Və ən sonda öz təşəkkürlərim də var. Make-up'ıma görə Nərmin xanıma, saçıma görə Esmirə xanıma, MTR Akademiya dərin təşəkkürlərimi bildirirəm. Geyimə görə isə Isabel Garcia mağazalarına minnətdarlığımı bildirirəm. Və verilişimiz bura gəldi çatdı. Tural DJ-imizə dərin minnətdarlığımızı bildiririk. Və ən sonda Fərhadın gözəl səsi ilə, gözəl musiqisi ilə verilişimizi yekunlaşdırırıq. Fərhad, söz sizdə. O baxışlarıyla dəli edir adamı, o qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı, o qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı. Neynirəm bu boş ürəyi orada, sən yoxsan, elə belə yoxdur yaşamağındadır. Sevinirəm ki bu həyatda nə yaxşı, sən varsan, varlığın gücləndirir adamı. Aklım oxu dəydi daşa, neynim, bir bəladır sevgi başa, neynim, vallahi ağıllı adam idim, vaxtı ilə indi gəl onsuz yaşa, neynim, vallahi ağıllı adam idim, vaxtı ilə indi gəl onsuz yaşa, neynim. O qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı. O qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı. Çəkirəm surətini rəssam kimi mən, əriyib məhv oluram bir şam kimi mən. Önümə gələnin nə qədər gözəl varsa hamısı dəyməz. Saçının telinə badamı gözünə Fərhad səni dəyişməz. Ölənə qədəri sevəcəm elə də sən yanımda ol tək. Mənə belə gəlir amma gərəyim o ürəkdir səndəki. Mən belə eşq ayında olmam bir də mən. Ümmanım sən həmişə limanı da mən. Yollarım sənə tərəfdir məqsədim bəlli. Heç olmazsa bu yolda ver bir təsəlli. O qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı. O qızın gözləri badamı, o baxışlarıyla dəli edir adamı.
qızın gözləri badamı, badamı o baxışlarıyla dəli edir adamı. O qızın gözləri badamı, badamı o baxışlarıyla dəli edir adamı. Gəl alım qadanı. İnnovativ Damar və Podiatriya Mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esilla Detox çaylarının 5000 sponsorluğu və Nurayza Collection-ın təşkilatı dəstəyi ilə çox ciddi şou bitdi.